Qırmızı kitabımızda belə bir bölüm var. Danışan iki ruh. Nə deməkdir? Baxın, bəzən həyatımızda elə bir dövr olur ki, əvvəllər bizi xoşbəxt eləyir, zövq alırıq. Məsələn, o dostumuzla oturmaqdan zövq alırıq. Amma sonra baxırsan ki, sən o insanla oturmaq istəmirsən. Sən zövq aldığın şeydən zövq ala bilmirsən. Və xoşbəxt edən şeylər səni artıq xoşbəxt etmir. İşimiz var, ailəmiz var, pulumuz var və s. və ilaxır, amma içimizdən qəribə bir boşluq var. Sanki içimizdə bir səs deyir, bu sənin həyatın deyil. Çoxumuz həmin səsi susturmağa çalışırıq. Karl Jung isə tam əksinə etdi. O səslə başa çıxdı. O həmin səsin ardınca getdi. Nəticədə isə psixologiyanın tarixində çox böyük bir iz yaratdı. Yəni qırmızı kitabı bizə hədiyyə elədi, getdi. Başımın üstündə durur orada qırmızı kitab. Bu kitabda niyə Jung Bibliya ilə başlayır? İlk baxışdan qəribə görünsə də kitab psixologiya haqqındadır. Amma ilk səhifədə İncil statları var. Bunun səbəbi dini təbliğ deyil təbii ki. Jung üçün Bibliya kollektiv şuursuzluğun ən böyük simvol xəzinəsidir. Kollektiv şuursuzluq bizim özümüzdən asılı olmadan, baxın, mən bu Azərbaycan cəmiyyətində doğulmuşamsa, mənim deyək ki, göz dəyməyə inanmıram göz dəyməyə. Amma mənim kollektiv şuursuzluğumda nənəm, babam, nənəmin nənəsi, qonşum, bütün yaşadığım mühit hamı göz dəyməyə inanır. Baxın, mən nə qədər də göz dəyməyə inanmasam, mən Avropanın ortasında dünyaya gəlmədiyim üçün, o kollektiv şuursuzluqda yaşamadığım üçün, mən bu kollektiv şuursuzluqda yaşadığım üçün, mən o göz dəyməsinə xilas ola bilmirəm. Bunun da öz metodları var. Başqa bir videoda bununla bağlı danışaram inşallah. Amma ki, yəni kollektiv şuursuzluq əgər bir şeyə inanırsa, biz ondan çox da qurtula bilmirik. Sonra məsələn, orada qurtarıcı zəif göstərir. Qurtarıcını zəif göstərir. Bu nə deməkdir? Biz dəyişəcəyimizi həmişə güclənərək təsəvvür edirik. Biz elə bilirik ki, biz güclənməliyik, dəyişəcəyik. Halbuki psixikada dəyişiklik tam əksinə baş verir. Əvvəlcə ego zəifləyir, sonra isə yeni şəxsiyyət doğulur. Terapiyada da biz bunu görürük. Məsələn, ən böyük inkişaf çox vaxt ən böyük böhrandan sonra başlayır. Terapiyaya gələn pasiyentlər ən böyük böhran, ən böyük stressdən sonra terapiyanın qapısını döyürlər. Sonra zamanın ruhunda Jung yazır. Mən zamanın ruhunu tanıyırdım. Bu ifadə çox vacibdir, dostlar. Bugünkü dillə desək, cəmiyyətin səsi, bu səs bizə nə deyir? Daha uğurlu ol, daha məhsuldar ol, başqalarının gözündə dəyər qazan, daha çox pul qazan, daha çox varlı ol, daha çox maşın al, daha çox işləməlisən, həmişə güclü görün. Bu səs əslində pis deyil, amma problem ondadır ki, əgər insan yalnız bu səslə yaşayırsa, o zaman biz öz həqiqətimizdən uzaqlaşırıq. Yəni, davamlı cəmiyyətin dediyi səslə yaşamaq həqiqətən də çox insanın öz həqiqətindən uzaqlaşdıran bir səsdir. Dərinliklərin ruhu nədir? Şuursuzluğun səsidir. Şuursuzluq danışmır. Yəni, siz şuursuz tərəfinizi oturub, bu mənim şuursuz tərəfimi deyə bilməzsiniz. Şuursuzluq tərəfimiz bizə hadisələrlə, insanlarla gəlir. Şuur altınızı məsələn mən görə bilərəm. Siz terapiyada mənlə danışanda mən deyirəm ki, bax, bu da bu şuur altındandır, bu da bu şuur altıdır. Bu cümlə sizin şuur altınızdakı koddur, bu cümlə sizin şuur altınızdakı blokdur, blokajdır və s. Bunu danışanda deyə bilirəm. Amma şuursuzluq elə bir tərəfdir ki, onu yalnız siz özünüz oxuya bilərsiniz və ya bir dəstək alaraq, təbii ki, bundan psixoloqdan falan, təlimlərdən. Şuursuzluq tərəfi sizə hadisələrlə gəlir. Və ən çox da insanlarla gəlir. Oğlunuzla, qızınızla, ərinizlə və qaynananız, qaynatanızla gəlir. Ananız, atanızla gəlir. Şuursuzluq tərəfimiz bizim ən yaxın, sevdiyimiz insanlar tərəfindən bizə göstərilir. Çünki sevmədiyimiz insanlar, uzaqdakı qonşumuz mənə şuursuzluğumu göstərəndə mən ondan əlaqəmi kəsib blok ata bilirəm. Amma oğlumu, qızımı, qaynanamı, qaynatamı ata bilmirəm. Sonra simvollarla danışır şuursuzluq, yuxularla danışır, təsadüf dediyimiz hadisələrlə danışır, emosiyalarla danışır, bədən reaksiyalarıyla danışır.
İnsan həmin dil bilmədiyi üçün də düşünür ki, burada nəsə qəribəlik var. Axı biz o dili bilmirik. Təsadüflər bu arada burada yadıma düşdü, bunu paylaşım. Təsadüfən dediyiniz, yaşadığınız bir hadisə sizdə çoxlu bir emosiya, bir təəccüb oyatdısa, hə, bu şuursuzluqdur. Yoxsa hər təsadüfi hadisə də şuursuzluq deyil. Burada bunu qeyd eləmək istəyirəm. Hər təsadüf hadisə sizdə yaşadığınız o təsadüf, sizdə bir emosiya, bir düşünmə, bir şok təsiri yaradırsa ki, yəni bu sizi haralarasa aparırsa, sizin nəyisə dərinliklərə oyadırsa, tozu necə belə yerdən qaldırırmış kimi. Hə, bu şuursuz tərəfinizdir. Biz o dili bilməyəndə, yəni başqa cür məna veririk, amma psixika bu dildə danışır bizə. Sonra bizim dünyanı iki hissəyə bölməyimiz var. Doğru, yanlış, yaxşı, pis, qaranlıq, işıq. Jung isə deyir ki, həqiqət bunların arasındadır. Yaxşının pisin arasındadır. Qaranlığın işığın arasındadır. Həqiqətən də bunların arasında yaranır. İnsan yalnız rasional olanda xəstələnə bilər. Biz çox rasional yaşaya bilmərik. Çox rasional, ağıllı, hər şeyi ağılla ölçsək, zaten ağlımızın gücü çatmır buna. Çünki duyğular çox güclüdür və dünya, kainat, sistem duyğular üzərindən yaranıbdır. Kainat bizi duyğularımız vasitəsilə anlayır. Ağılla, şuurla dediyimiz cümlələr vasitəsilə anlamır. Bəzən manifestlər yazırlar, arzular yazırlar və yaxud da dualar edirsiniz. Elədiyiniz dualarda duyğu varsa, o duyğu gedir sistemə çatır. Yəni kainata çatır, yaradana çatır duyğular. Amma siz elədiyiniz duada belə inamsızlıq varsa, orada inamsızlıq duyğusu səmaya daha çox qalxır. Nəinki sənin dediyin söz, nəinki sənin yazdığın söz. Sən ağılla istədiyin bir şeydə, əgər duyğu, onun əksini, qorxu, dəyərsizlik, qorxunu qaldırırsa, o zaman dua da qəbul olunmur. Yəni duanın psixoloji mənası. Sonra ziddiyyətlər də bir yerdə başlayır. Kölgə hissəmiz, Tanrının da kölgəsi var demək. Bu o deməkdir ki, qısqanclığımız, utanclığımız, seksualizm, egoizmdə bu bizim özümüzdən uzaqlaşdırırıq. Sonra düşünürük ki, bunlar yox oldu. Yəni çox qadınların həyatında var. Məsələn, əslində sekslə bağlı, yəni cinsel həyatla bağlı çox qaranlıq tərəfdə qəbul etmədiyi şeylər vardır, amma həyatında da ən böyük problemlərdən biri yoldaşı ilə cinsel münasibətində yaşadığı problemlərdir. Yəni onu üzləşməsi, onu yaşaması, onu anlaması qadın olaraq çox önəmlidir və bu da münasibətlərdə görsənir. Məsələn, Jung öz təcrübəsində danışır. Deyir ki, mənim terapiyamda olan bir qadın deyir ki, mən heç vaxt əsəbləşmirəm. Bir neçə seans sonra məlum olur ki, o 10 ildir öz qəzəbini unudur. Sonra həmin qəzəb miqren kimi ortaya çıxır. Bəzən panika kimi, bəzən depressiya kimi. Jung buna kölgənin geri dönüşü deyir. Təsəvvür edirsiniz? Miqren, öfkə, bunlar hamısı bizim kölgəmizin geri dönüşüdür. Səhra bizim içimizdə ifadə eləmədiyimiz, hiss etmirəm, nə istəyirəm bilmirəm, sanki boşluqdayam. Əslində bu hamısı bizim keçid mərhələmizdir. Və bilin ki, burada sizin köhnə məniniz ölüb, siz yeni bir mən yaratmalısınız. Ona görə boşluqda hiss edirsiniz. Sonra Jung dəfələrlə qan seli görür yuxularında və bir il sonra Birinci Dünya müharibəsi başlayır. Bəziləri bunu öncə görmə, öngörücülük kimi şərh edirlər. Jung isə sonralar bunu kollektiv şuursuzluğun güclü simvolik ifadəsi kimi düşünürdü və onun əsas məsələyi gələcəyi dəqiq görmək deyil, psixikanın kollektiv gərginliyi simvolik obrazlarda ifadə edir. Yəni Jung sadəcə bunu oxuyubdu. Bəlkə də başqa insanlar da bunu görübdü. Amma bunu oxuyan Jung olubdu. Sonra mənim yolum sizin yolunuz deyil deyən Jung bunu deyir. Mən sizə yol göstərmirəm. Bu o deməkdir ki, siz məni izləməyin, məni tənqid etməyin. Mənim yaşadığım sizin həqiqətiniz deyil. Sizin yolunuz yalnız sizin daxilinizdən keçir. Yəni biz hamımız öz daxilimizə, öz yolumuza, öz dünyamıza doğru bir yol almalıyıq.
Bugün insanın ən böyük problemlərindən biri nədir? Biz hamımız başqasının həyatını yaşayırıq. Instagramda gördüklərimiz, valideynlərimizin istədiyi, cəmiyyətin gözlədiyi, amma heç birimiz öz yolumuzu danışa bilmirik, yaşaya bilmirik. Jung isə bunu çox böyük təhlükə sayır və burada kölgələr çox ağır gəlir. Özün olmadan yaşadığın bir həyat çox təhlükəli bir həyatdır. Jung'un Qırmızı kitabındakı ən böyük həqiqətlərdən biri deyir ki, insan dəyişmək istəyirsə yalnız işığını deyil, həm də qaranlığını tanımalıdır. Biz sadəcə yaxşı insan olmağa çalışırıq. Bəzi insanlar bunu deyir. Mən çox fədakarlıq elədim, yaxşılıqlar elədim, nə bilim, insanlara kömək elədim. Tamam, yəni okey, amma sən yaxşı insan olmaqdan ötürü elədin bunu. Niyə yaxşı insan olmaq istəyirsən? Axı sən pis tərəfin də var. Sən onu qəbul eləmirsən. Bastırırsan deyə əlindəki pulu başqalarına versən və onlar da sənə atırlar və sən depressiyadan çıxa bilmirsən. Bir də aldanırsan, pulun əlindən alırlar. Bir də aldanırsan, ona versən pulunu atırlar, buna verirsən pulunu atırlar. Sən yaxşı insan olmağa çalışırsan. Sən öz qaranlıq tərəfində o yaxşı olmayan tərəfini, sənin yaxşı insan olmadığın anlar da var. Onlar qəbul eləmirsən amma. Onlar qəbul eləmədikcə kölgə daha da səni yamsıldadacaq, sənin önünə sənin pulunu yeyəcək, səni aldadacaq insanlar çıxır ki, əslində səni yaxşı insan olma çabasından qurtarsın. Bir dur yəni, yaxşı insan olmalıyıq. Zaten sən yaxşı tərəfin var, sən yaxşı tərəfində istifadə edəcəksən. Amma biri səni bıçaqla gəlib öldürmək istəyir. Səni bıçaqla öldürmək istəyən dəfə mən yaxşı insan olmaq istəyirəm deyib də onu pis tərəf, yəni o pis tərəfini öldürərək özünü qoruya bilməzsən. Yəni ilan səni vurursa, sən o pis tərəf dediyim, yəni o öldürmək istəyən arxetipi ortaya çıxardıb özünü qorumalısan. Bir zəhmət. Bu çox önəmli. Amma sən bu tərəfini öldürürsən, o zaman sən enerjiyə və yaradana, içindəki o şeyə qarşı çıxırsan. Siz bugündən daha çox hansı ruhun səsini eşidirsiniz? Zamanın ruhunu, yoxsa dərinliklərin ruhunu? Baxın özünüzə. Özünüzə zamanın ruhunu, yoxsa dərinliklərin ruhunu işləyirsiniz? Siz bugün daha çox hansı ruhun səsini eşidirsiniz? Hansı hissəniz illərdir kölgəyə göndərmisiniz? Hansı hissənizi qəbul etməyib onu öldürüb kölgə tərəfinizə atmısınız? Əgər daxili səsinizlə danışmağa başlasaydınız, o səs sizə nə deyərdi? Bu mövzunu bir daha özünüzdə düşünməyinizi, ruhunuzu necə yenidən tapa bilərəm sualınızı verməyinizi tövsiyə edirəm. Çünki ruhunuzu yenidən tapmaq çox önəmlidir. Məsələn, elə təsəvvür eləyin ki, siz həyatınızda arzuladığınız hər şey var. Pul, hörmət, karyera. Amma insanlar sizi uğurlu hesab edir, amma siz xoşbəxt deyilsiniz, özünüzü itirmisiniz. Carl Jung burada deyir ki, 40 yaşına yaxın həyatımda istədiyim hər şeyə çatmışdım, amma ruhumu itirmişdim. 40 yaş çox önəmli yaşdır. Yəni o yaşda belə insan belə bir fırtınalar yaşayır. Bugünün insanın da ən böyük paradoksu budur. Ruhunu itirmək nə deməkdir? Ruhum hardasan? Psixoloji baxımdan bu metafizik sual deyil əslində. Mən kiməm, mən niyə yaşayıram, mənim həqiqi istəyim nədir? Bugünkü insan bunu belə ifadə edir. Mən özümü tanımıram, artıq heç nə hiss etmirəm. Əvvəllər sevdiyim şeylər məni həyəcanlandırmır. Jung buna ruhun itməsi deyir. Ruh niyə itir? O yazır, insan ruhu haqqında danışanda onu analiz edir və elmi obyektə çevirir. Amma onunla yaşamır. Bu cümlə bugünkü psixologiya üçün də əslində xəbərdarlıqdır ki, emosiyalar haqqında biz kitab oxuya bilərik, amma travmanı öyrənmək və onun bizə yaşadığı şeyləri öyrənmək ruhumuzu öyrənməkdən keçir. Ruh öyrənilən obyekt deyil. O, hiss edilən, yaşanılan bir münasibətdir. Jung deyirdi, insan hər şeyi əldə etməyə çalışır, amma heç vaxt ruhunu tapa bilmir. Niyə? Çünki əşyaları tutur, çünki statusu tutur, insanları tutur, amma onların içindəki mənanı görmür.
Bu gün də eyni şey olur. Telefon dəyişirik, maşın dəyişirik, iş dəyişirik, münasibətlərimizi dəyişirik, amma daxilimizdəki boşluq dəyişmir. Jung deyir, problem obyektlərdə deyil, istədiyin istiqamətindədir. Özünüzə yaxşı baxın.